Gənclərimiz üçün dövlətimizdən pulsuz imkanlar. Əgər siz innovasiya sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, növbəti 5 dövlət qurumunu izləyin. 1. Təhsilin İnkişafı Fondu. Fondun çoxlu təqaüd proqramları var. Özü də həmin təqaüd proqramları özəl sektorla birlikdə adətən işlənilir. Bunları mütləq izləyin, çünki onlar həmişə trendlərə uyğun olaraq təkliflər edirlər. 2. 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi. Pulsuz Coursera kursları, maraqlı müsabiqələr və hakatonlar, Dünya İqtisadi Forumun çox maraqlı Azərbaycan dilində məlumatları. Mütləq izləyin və qoşulun. 3-cüsü, Asan İnnovativ İnkişaf Mərkəzi. Gənc mütəxəssislərə yönəlmiş çox fərqli layihələr, süni zəka təlimləri, əlbəttə ki pulsuz və çox maraqlı müzakirələr. İzləyin. 4-cüsü, Aqrar İnnovasiya Mərkəzi. Kənd təsərrüfatı bizim ölkəmizdə çox vacibdir və iqtisadiyyatın böyük bir payıdır və gənclər də özünü həmin o sahədə tapa bilərlər, necə innovasiyalar vasitəsilə. Əgər sizin sualınız varsa, mütləq Aqrar İnnovasiya Mərkəzinə həmin o sualları yönəldə bilərsiniz və oradan çox maraqlı və faydalı data, məlumatlar əldə edə bilərsiniz. 5. Əlbəttə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi çoxlu sayda təlimlər, əlbəttə ki, müsabiqələr, hakatonlar, faydalı məlumatlar, startaplara dəstək və s. və ilax.